Bugün yeni bir vlog ile karşınızdayım. Deməli bugün nə çəkirəm? Mən gedəcəm təxmini bir saatdan sonra Gənclik mola. Gedəcəyik, yemək yeyəcəyik. Sonra dostlarımla gedəcəyik şeyə. Aşk Sadəcə Bir An filminə. Sonra gedəcəyik şeyə. Bir de yadımdan çıxdı, bir dənə tamamlasam. Sonra gedəcəyik Starbucks'tan şey alıb, bəlkə Starbucks'tan nə bilmirəm, amma bu etimi alacağıq. Sonra da alışveriş time olacaq. Almaq istədiyim bir-iki dənə paltar falan var da. Yəni tapa bilsəm yaxşılarını alacağım. Təxmini saat 5-də 6-nın yarısı falan çıxacağım oradan. Sonra bizə qonaqlar gələcək. Biraz da həmin vaxtlar çəkərəm, yemək falan. İftar saati üçündə belə. Yəni qısa bir vlog olacaq yəqin ki, amma 10 dəqiqə etməyə çalışaram molda. Molun əsası elə filmdə olacaq deyə çox çəkəməyəcəm. Amma çalışım alışveriş eləyəndə, yemək falan yeyəndə gedənə kimi qəşəng çəkim də. İndi gəlin sizinlə nə geyinəcəm onu seçərik. Bir də çantamı yığarıq. Qardaşımla mən tək gedirik. Dostlarımla tək olacaq. Yəni tək fırlanacaq, amma da çox gözəl bir gün olacaq. Hava o qədər gözəldir ki, yəni şu an güneşdən gözüm sulandı, deyəm. Neysə, yəni boş verin şu an gözümü. Deməli, indi çantamı yığıram. Gəlin bərabər yığa belə buradan. Hələ ki əlimdə 3 dənə şey var, amma hələ ki 3 dənəsini qoyacağım. Qoyduqca sizə göstərərəm. Deməli, çanta olaraq böyük ehtimal bunu götürəcəm. Bilmirəm, bəlkə dəyişə bilərəm çantanı, amma içinə qoyacaqlarım deyim də. Bir kartokumu qoyacağım orada tək alacağım üçün, qardaşımla ödəniş eləmək üçün falan. Sonra bunu çıxmamışdan əvvəl vuracağım bu ikisini də. Amma yenə də atacağım sumkaya. Yəni, hələ ki belə görsənir. Adaptora ehtiyac yoxdur, çünki bunda hara qoşacağım. Sonra nə qoya bilərəm? Necə fikirləşib indi gətirərəm. Yavaşdan gedib dişlərimi falan sürtəcəm. Sonra, deməli, köynə seçəcəm geyinmək üçün. Qısa qol köynək istəyirəm, amma həqiqətən bilmirəm niyə. Belə bir köynəyim var, keçən ay almışdım. Bunu geyinəcəm, altına da cinsimi geyinəcəm. Sumkamın içinə bir ədəd broşkaya bir də rezin qoyacağım. Bir də əlavə baxacağım da. İndi saçımın tüyünə baxım, indi saçımı açacağım. Və saat yarısı olmalıdır, birin yarısı. Bir 10 dəqiqə, 15 dəqiqəyə falan çıxarıq böyük ehtimal. Artıq hazıram demək olar ki, cinsimi də geyindim. Köynək də belə qalır. Oy. Belə. Glossla dodaq gələm də belə qaldı. Biraz da yayacağım qırağın. Sumkama da elə gülü broşka atdım. Bir də ki rezin atacağım. Bu qədər. Bir də telefonumu qoyacağım. Yemi dəyişəsi oldum. Belə geyindim. Onu da yaxşı göstərərəm. Bir də bu tutamı geyindirəm. Qolu da belə. İndi isə çıxdım. Belə. İndi binadan çıxdıq. Gedirik. Maşına. Oturdum həmən dəqiqə qabaqda. Belə. Parkingdəyik. Deməli, normalda mən saat 2-yə işləmiş orada olmalıydım, Starbucks'ın qabağında. Amma o sırada saat 2-yə qalmış 20 dəqiqə mənim mola giriş şəklim, yəni. Hər yerə gecikmə formada, yəni. Heç bir yerə tez gedə bilmirəm. Bu mənim alın yazımdır, deyərsən. Gedirik sinemaya. Mən bilet alırım. İndi isə girdik filmə.
Beni söyle, ne oldu? Bizimle ilgili mi? Kötü bir şey mi, ne? Bir dostumla Starbucks aldı. Şimdi kardeşim ve diğer dostum gelirler yemek yemeye. Neyse kardeş yemek yiyilmezse Starbucks içelim. Akşamdayıq. Ben geldim çatdım eve ve oradan yine gitmiştim. Dediğim kimi ise iftar oturulaklar çağırmıştık. Ses geydi bayağı. İndi ise oturup yemek yiyeceğim. Birazdan pizza gelecek ama benim çok da böyle iştahım yoktu. Molda yediğim için. Böyle. Tiyamız siparişlerim gelip Mart üçün aldıklarımı gösterende size göstereceğim.